Türkiye 1990'cı illərdə dərin iqtisadi böhran keçirirdi. İşsizlik, yoxsulluq, həyat şəraitinin pisləşməsi ölkədən əhalinin kütləvi olaraq köçünü sürətləndirirdi. Ne zamana kadar çekecek? 15 yıldır çekiyorum abi. Buyurun 15 yıl. Ne derdiniz olacak? Yolumuz, suyumuz, kanalizyonumuz, hiçbir şeyimiz. Bu çekmek. Söyleyin Allah aşkına kim çeker ya? Ölkənin xarici olan borcu artırdı. Vəziyyət o qədər acınacaqlı idi ki, ölkənin xəstəxanalarında bir çarpayıda 2 xəstə yatırılır. Həkim xəstəni 2 dəqiqəyə müayinə edir. Xəstələr yer olmadıqda xəstəxana həyətində yatırılır, insanlar saatlarla növbələrə dururdu. 2 dakikada hasta muayene edilen hastanelerde ne güvenlik sağlanabiliyor ne de temizlik. Kuyruklarda bekleyen hastaların çantaları, hatta sağlık karneleri çalınıyor. Her gün binlerce kişinin girip çıktığı hastanelerin tuvaletleri bile temizlenemiyor. Ne yeterli hizmetlinin ne de hemşirenin bulunduğu SSK hastaneleri 8 yıldır tek personel alınmadan çalışıyor. Su, elektrik bağlı, ancak elektriklerimiz sık sık bildirim yapılmadan kesiliyor. Sularımız yine bildirim yapılmadan bazen günlerce akmıyor. Geçen yıl 8 ay hiç su akmadı. Digər tərəfdən Səddam Hüseynin kimyəvi silahlarla İraqda Kürd üsyanını bastırması sayəsində 500 min Kürd Türkiyəyə miqrant kimi gəlmişdir. Türk ordusunun da vəziyyəti ürək açan değildi. Ordu daxilindəki siyasi müzakirələr zabitləri qarşı-qarşıya gətirirdi. Bu münasibətlə bəzi kiçik rütbəli zabitlər vəzifədən kənarlaşdırılırdı. Terrorçularının Türk kəndlərinə silahlı hücumları qarşısında Türk ordusu bəzən sərt qarşılıq versə də, silah və texnikanın köhnə olması bu uğurun davamını gətirməyə mane olurdu. Türkiyənin o dövrdə istifadə etdiyi M48 və M60 tankları köhnəlmişdi və PKK-nın əlində olan tank əleyhinə silahlar bu texnikalara ciddi ziyan verirdi. Türk hərbi hava qüvvələrində yetərincə hərbi təyyarə olmadığı üçün PKK dağlıq ərazilərdə manevr imkanlarını artırırdı. Gecə əməliyyatlarında istifadə olunan gecə görmə cihazlarının köhnə olması döyüş dəqiqliyini azaldırdı. Rəqəmsal rabitə sistemləri yox idi. Buna görə PKK bəzi hallarda ordunun köhnə analoqlu rabitəsini dinləyirdi. NATO isə Türkiyəyə yetərli dəstək vermirdi. Qış aylarında ciddi təchizat və çatışmazlıq yaşanırdı. 2003-cü ildə Ərdoğanın baş nazir olmasından başlayaraq, Türkiyə müdafiə sənayesində ciddi islahatlar keçirdi. Yeni istehsal olunan silahlar, pilotsuz uçuş aparatları, hərbi helikopterlər, Türk döyüş gəmilərinin layihələri hazırlanması sayəsində Türk ordusunun gücü ciddi şəkildə artdı. Artıq Türkiyə özü silah satır və yüksək gəlir götürürdü. Ölkə daxilində yeni xəstəxanalar tikildi, yollar çəkildi, xalqın rifah səviyyəsi yüksəldi, ölkədə yeni universitetlər açıldı. Suriyada, Qarabağda, Liviyada və digər münaqişə ocaqlarında fəal rol oynadı. Erdoğan dövründə Türkiyə iqtisadiyyatını gücləndirib, ordusunu modernləşdirərək ölkəni bölgədə daha güclü bir regional qüvvəyə çevirdi.